Yeniden 5 aprel 2026-cı il yazı tipli 9 ders nəzərdə tutulmuş riyaziyyat suallarının yazı tipli suallarına baxaq. Deməli, deyir ki, düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağaclar arasındakı ağaclardan biri C-dir. A və B ağaclar arasındakı ağaclardan biri C-dir. Tutaq ki, burada A və C ağacları arasındakı məsafənin C və B arasındakı məsafəyə nisbəti 3/4'dür. Bura 3x, bura 4x olsun. Buna görə C ağacı A-dan başlayan neçənci ağacdır? Düz xətli yol boyunca cəmi burada 85 ağac əkilib. Biz nəyi bilirik? Biz bilirik ki, iki ağac arasındakı məsafə 1 sayılır. Yəni, iki ağacın arası 1'dir. Ümumilikdə məsafə 7x olduğu üçün bərabərdir 84'ə. 85'e yox. Niyə görə? 85 dənə ağac varsa, onların araları 84'dən olacaq. Buradan x bərabər 12 çıxır. Deməli, A-dan C-yə qədər 36 ağac, C-dən B-yə qədər 48 ağac var. Bizdən nə soruşur? C ağacı A-dan başlayaraq neçənci ağacdır? C ağacı A-dan başlayaraq neçənci ağacdır? Yəni, A-dan C-yə qədər gələndə bu C ağacı neçənci ağacdır? 37-ci olacaq. 36 yox, 37. Çünki hər iki ağaca bir ara düşür. İti bucağının tənbələnən trapesiyanı iki oxşar üç bucağa ayırır. Trapesiyanı çəkirik. İti bucağının tənbələni trapesiyanı iki oxşar üç bucağa ayırır. Tutaq ki, iti bucaq budur. Bunun tənbələnini çəkirəm. Tutaq ki, bura. Burada alfadırsa, ümumiyyətlə burada iki dənə üç bucaq yaranmır. Ona görə tənbölən yalnız burada diagonal ola bilər. Diagonal ola bilər ki, iki dənə üç bucaq yaransın burada. Bunlara alfa desək, burada alfa düşür. Çünki bu nöqtə qoyduğum bucaqla bu nöqtə qoyduğum bucaq daxilə çarpaz bucaqlardır. Oturacaqları da 7, 28 verib. Onda bu nöqtə qoyduğum üç bucaq bərabər yanlı üç bucaq olur. Çünki alfası var. Onda bu trapesiyanın yan tərəfinə 7 düşür. Sonra bəs necə baxaq buna? 2 dənə özdə deyir, oxşar üç bucağa ayırır. Yəni, nöqtə qoyduğum üç bucaq əgər bərabər yanlıdırsa, bu iki nöqtə qoyduğum üç bucaq da bərabər yanlı olmalıdır. Mən o alfadırsa bura, tutaq ki, burada bir alfa yaza bilərəmmi? Xeyr. Çünki ümumilikdə bura 2 alfa, burada 2 alfa eləyə bilməz. Çünki biri iti, biri kör bucaqdır. Onda alfanı buradan silirəm. Alfanı yazırıq bura. Burada bir x yazsaq, burada bir x yazmalıyıq. Çünki bu üç bucaq da oldu bərabər yanlı üç bucaq. İndi oxşar üç bucaqlarda bura bir beta yazsaq, onda burada beta olmalıdır. Yəni, sağdakı və soldakı üç bucaqlar bərabərdir. Nöqtə qoyduğum üç bucaqda alfanın qarşısındakı tərəfin rənglədiyim üç bucaqda alfanın qarşısındakı tərəfə nisbəti bərabərdir. Nöqtə qoyduğum üç bucaqda betanın qarşısındakı tərəf bölünsün rənglədiyim üç bucaqda betanın qarşısındakı tərəfə nisbəti. X kvadrat bərabər 7 vur 28. X bərabər burada 7 vurulsun. 28'i biz 4 vur 7 yazsaq. 2 7'dən 1 7 kök çıxır. 4'dən də 2 çıxır. X olur 14. Bizdən trapesiyanın perimetrini soruşur. Biz X'i tapdıq 14. Perimetri olur 7, 7, 14 və 28. 14, 28 olur 56 santimetr. Və yaxud da boş 56. Sahəsi S2 bərabər filan olan metal lövhədən sahəsi S1 olan düzbucaqlı formasının hissə kəsildi. Və yerdə deməli bax bu hissə qalır. Onda bax bu hissə qalır yerdə. Yəni biz ümumi S2-dən S1-i çıxmalıyıq. S2 bizdə x kub üstə gəl 2x kvadrat üstə gəl 8x üstə gəl 16 çıxılsın S1 sahəmiz x kub üstə gəl x kvadrat üstə gəl 12x üstə gəl 12'dir. Yəni ümumi sahədən S1 sahəsini çıxsaq 7 digər sahə qalır da. Mötərizələri atsaq x kublar gedir. 2x kvadratdan x kvadrat çıxanda 1x kvadrat, 8x-dən 12x çıxanda mənfi 4x, 16-dan da 12 çıxanda müsbət 4. Diqqətlə baxsaq bu hazır x çıxılsın 2'nin kvadratıdır. Deməli bax bu kənarda yazdığım bu sahə ki var, bunun sahəsi x minus 2'nin kvadratı oldu. Bizə düzbucağına diqqətlə baxsaq burasının n'in x minus 2 verib. Deməli elə buradakı n də x minus 2'dir. Həmin o düzbucağını çıxardıram kənara.
Burası m'dir. Burası x minus 2'dir. Sahəsi də x minus 2'nin kvadratıdır. Bizdən m'i soruşur. Deyir m n'ini x-dan ifadə et. Biz bilirik ki sahə n vurulsun. Bir dəqiqə. N vurulsun uzunluqdur. Bərabər x minus 2'nin kvadratı. Buradan m'i tapsaq x minus 2'nin kvadratını x minus 2'ye bölərik. Alınar x minus 2. Və burada x 2'dən fərqli olmalıdır və ümumiyyətlə müsbət kəmiyyət olduğu üçün n uzunluq sahə 0-dan böyük olmalıdır. Yəni x 2-dən böyük olmalıdır. Bu şərti ödəyən kiçik tam ədəddə 3'dür. Deyir m'i tapdıq. Cavab x minus 2 birinci cavab. İkinci cavab isə 3'dür. Çünki deyir x'in hansı ən kiçik qiymətində məsələnin həlli var? 3'də. Növbəti sualımız çevrənin tənliyinə aiddir. Burada biz x-ları yanaşı yazaq, y-ləri yanaşı yazaq, bərabərdir 29,5. Çevrənin daxilinə çəkilmiş kvadratın sahəsi. Burada tam kvadrat ayırırıq çevrənin tənliyini düzəltmək üçün. Bunu x plus 2'də 1'in kvadratı çıxılsın 4'də 1 şəklində yazırıq. Burada 1 var. X-in əmsalı 1 olduğu üçün tam kvadrat ayıranda bunu 2'yə bölüb kvadratı kimi göstəririk. Üstə gəl. Növbəti 2 ifadəni y çıxılsın 2'də 5'in kvadratı. Buradakı ədəd bölünür 2'yə. Çıxılsın 2'də 5'in kvadratını buradan çıxırıq. 4'də 25. Dörtdə 25. Bərabər 29,5. Mötərizələri yanaşı yazsaq. Dörtdə 1, 4'də 25. Toplayanda 4'də 26 eləyir. 4'də 26. Bu da bizə verir 6,5. 6,5 keçir sağ tərəfə. Üstə gəl 29,5. X plus 2'də 1'in kvadratı. Y çıxılsın 2'də 5'in kvadratı bərabər 6,5 ilə 29,5 toplayanda olur 36. Biz də çevrənin tənliyini bu şəkildə bilirik. X minus a-nın kvadratı, y minus b-nin kvadratı bərabər r-in kvadratı. Deməli bizdə radius 6 imiş. Deyir, çevrənin daxilinə çəkilmiş kvadrat. Çevrənin daxilinə biz kvadrat çəkirik. Kvadratın əgər xaricinə çevrə çəkilibsə, onda radius a kök altda 2/2 düsturu ilə tapılırdı. Radius da bizdə 6'dır. Onda a bərabər çarpaz vursaq 6 2'nin 12'ni bölürük kökdə 2. Bu da olur 6 kökdə 2. Kvadratın sahəsini soruşur. Kvadratın sahəsi a-nın kvadratıdır. Yəni 6 kökdə 2'nin kvadratı. Cavab 72. Bu qədər. Sağ olun.